Xamneyi Trampı təlxəyə adlandırdı. Gündəm xəbər Azad İran Telegram kanalına istinadən xəbər verir ki, bugün İranın ali rəhbəri Əli Xamneyi Amerika prezidenti Donald Trampın İsrailə səfəri zamanı səsləndirdiyi bəyanata sərt reaksiya verib. O, Trampı boş sözlər danışan və axmaq davranışlar sərgiləyən şəxs kimi xarakterizə edib. Xamneyi İranın idman çempionları ilə görüşündə çıxışı zamanı bildirib ki, Tramp bölgə, İslam Respublikası və İran xalqı haqqında çoxsaylı yalanlar danışmaqla İsraildəki ümidsiz və məyus olmuş sionistlərə mənəvi dayaq verməyə çalışıb. Bu adam cəfəngiyat və təkəbbürlü sözlərlə onların ruhunu qaldırmağa çalışır. Ancaq bu cəhdlər əbəsdir deyə Xamneyi qeyd edib. O əlavə edib ki, 12 günlük müharibədə sionistlərə elə sillə vurulub ki, onlar bununla barışmaqda çətinlik çəkiblər. Onun sözlərinə görə Trampın İsrail səfəri məhz bu məyusluğa aradan qaldırmaq və sionist rejimə mənəvi ruh vermək məqsədi daşıyır.